Herkese salam. Deməli qızlar, bugün sizi axşam yeməyi vlogundan salamlayıram. Bugün 3 bacı dolması bişiririk. Məryəm xanımın sifarişi ilə. Elə isə getdik. Əsnad da sizi salamlayır. Aviases.az-dan ucuz və güvənli bilet alıb səyahətə getdiyimi xəyal eləyərəkdən başladım dolmaların içini doldurmağa. Zarafatsız inşallah Zeyd dünyaya gəlsin, az qalıb. Şəriyər söz verib ki, şirinlik olaraq aparacağım sizi səyahətə. İnşallah o videoları da görərik. Məryəm də mənə gəldi dolmaların içini doldurmaq üçün kömək eləməyə. Çünki o qədər ürəyi çəkmişdi ki, bu dolmanı hər anında məndən bir yerdə olub. Əllərimizin gününə baxın. Daha sonra dolma pişənə yaxın başladım süfrəni hazırlamağa. Evə yeni köçdüyümüz üçün bəzi şeylər əksidi. Çörək qabı, su stəkanları və s. Ona görə xahiş edirəm görməzdən gəlin. Və oturduq nuş eləməyə. Məryəmin sevincini görsünüz. Burada biraz sizin üçün şəbəklik eləyirlər, türkülər demiş. Bizə nuş olsun. Sizin övladlarınızın ən sevdiyi yemək hansıdır rəylərdə yazın. Mən də yudum, yığışdırdım, getdim yatmağa. Hələlik.